Esselamu Aleyküm. Tavanların kermoqran daşlarla üzlənməsi prosesini izləyirsiniz. Bu dəfəki tavanımız biraz başqa teksturalı daşlardan yığılır. Bu gördüyünüz şovlar isə gizli işıqlar üçün əvvəlcədən qoyulmuş şovlardır. Üstündə isə sandviç panel olacaq. Tavanımız 40 kvadrat metr sahəni əhatə edir. Dəmir konstruksiya üzərindən T profillər tikildi. T profilləri də üstünə, səthinə keramogranit daşlar yapışdırılır. Yəni sözüm odur ki, tavanlara keramogranit yapışdırmağa ehtiyat eləyənlər, yəni ehtiyat eləməyə ehtiyac yoxdur. Konstruksiyamız və yapışqanlarımızın möhkəmliyi ehtiyatlı olmağa rəvac görmür. Gördüyünüz bu tavanlar möhkəm şəkildə daş yapışdırıcılarla tavana yapışırlar. Yəni, tam təhlükəsiz səviyyədə bu daşların oradan qopması demək olar ki, qeyri-mümkündür. Çünki daş yapışdırıcıları o qədər möhkəm şəkildə daşları yapışdırır ki, yəni onun oradan sökülüb qoparılması belə mümkün deyil. Ancaq biz oradan hər hansı bir səhv edəriksə və üstündən 1-2 gün keçərsə, həmin daşı oradan biz ancaq sındırıb çıxarda bilirik də. Yəni daş oradan atması, sökülüb düşürülməsi mümkün deyil. Çünki bunun da öz texnologiyası var. Texnologiya düzgün riayət edilərsə, daş düzgün şəkildə yapışdırılarsa, oradan qopub düşməsi inşallah ki, mümkün deyil. Belə, inşallah tamamlanmış versiyasını da sizə çəkib paylaşacağım. Baxıb öz fikrinizi bildirərsiniz. Kommentlərdə, həmçinin səhifəmizi bəyənməyi və izləməyi unutmayın. Bu kimi işlərimizdən sizə müxtəlif nümunələrə çəkib paylaşacaq inşallah. Esselamu Aleyküm.